Martın 13-də Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov ilə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Carlos Enrique Valdes de la Concepción arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ilə Kuba Respublikasının prezidenti, Kuba Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Miguel Mario Diaz-Canel Bermudezin ölkələrimiz arasında bərabər hüquqlu tərəfdaşlıq prinsipinə əsaslanan ikitərəfli münasibətlərin inkişafına böyük önəm verdikləri vurğulanıb. İki dost ölkənin hazırda mürəkkəb geosiyasi şəraitdə yeni dünya nizamına transformasiya ərəfəsində fəal və konstruktiv siyasət həyata keçirərək milli təhlükəsizliyin və dövlət maraqlarının qorunması ilə bağlı prinsipial mövqe nümayiş etdirdikləri bildirilib. Görüşdə dövlətlərarası münasibətlərin inkişafında Yeni Azərbaycan Partiyası ilə Kuba Komünist Partiyasının rolu diqqətə çatdırılıb. 2025-ci ilin noyabr ayında YAP nümayəndə heyətinin Kubaya səfəri, eləcə də səfir Carlos Enrique Valdes de la Concepciónun ötən ilin oktyabrında YAP-ın ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Bakıda keçirilən tədbirində Kuba Komünist Partiyasını təmsil etməsi məmnunluqla xatırlanaraq məhsuldar görüşlərin keçirilməsinin, faydalı fikir və təcrübə mübadiləsi aparılmasının, partiyalar arasında çoxşaxəli əməkdaşlığın əsas istiqamət və prioritetlərini müəyyənləşdirən əməkdaşlıq sazişinin imzalanmasının əhəmiyyəti qeyd edilib. Sazişdən irəli gələn vəzifələrin icra olunması nəticəsində qarşıda duran hədəflərin gerçəkləşdiriləcəyinə inam ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.